Mahmud Ağlarov kanalının daimi izləyiciləri, mən özümü çox əla hiss edirəm. Ümid edirəm sizdə də vəziyyət elədir. Bu gün mən 8-ci videomu çəkirəm. Və hamınızın dəstəyini gözləyirəm. Kanalıma abunə olub paylaşdığım bütün videolarımı bəyənməyi və altına da yazmağı unutmayın. Eyni zamanda aktyor sənəti ilə bağlı təhsil almaq istəyən, qabiliyyət imtahanına hazırlaşmaq istəyən hər kəs mənimlə altda paylaşdığım linklər vasitəsilə Instagram və TikTok DM'dən mənimlə əlaqə saxlaya bilərlər, əlaqəyə keçə bilərlər. Mən hazıram. Hətta bu videolarıma başlanan artıq 3 nəfər buna görə mənimlə əlaqəyə keçib və 3-ünə də mən təhsil verirəm. Fərdi şəkildə məndən dərs alırlar və sizləri də gözləyirəm. Dediyim kimi, aktyor sənəti çox gözəl bir sənətdir və kim ki bu sənətdə öz gələcəyini görürsə, mənimlə əlaqəyə keçə bilər və özü də münasib qiymətə, digər yalançı film akademiyaları kimi yox, münasib qiymətə və özü də ki gerçək tədrislə aktyor sənətinin sıfır xırdalıqlarını öyrədərək sizə bu sahəni tədris etməyə hazıram. Bəli, əziz dostlar, bugün 8-ci seriyanı çəkirəm və bu 8-ci seriyamda aktyor sənətinin olmazsa olmazından duyğuya girməkdən danışacağım mən sizə. Əziz dostlar, mən keçən dəfə də sizə demişdim, kompleks məsələsindən danışanda, aktyor sənətində mənə görə bu işin 60-65%-ni kompleks bağlayırsa, qalan yerdə qalan digər böyük hissəni isə duyğuya girmək işi görür. Yəni belə deyim mən sizə. Məsəl üçün bu işin 60%-i dediyim kimi kompleks məsələsidirsə, bunun 35%-i də duyğuya hissə girmə. Yəni o sənə verilən obrazı sadəcə texnikalarla yox, duyğuya girərək canlandırmadır. Əlbəttə ki, texnikalardan da burada istifadə etmək olur. Yeri gəlir ondan da istifadə edirsən, amma əsas məsələ duyğuya girməkdir. Bu həll olduqdan sonra texnikaları həyata keçirmək, texnikalardan istifadə etmək daha da asanlaşır gerçək aktyor üçün. Və əziz dostlar, qalan 5%-də artıq aktyorun fonetikası, danışıq tərzi, aktyorun belə deyim də şivəsi varmı, yəni ləhcəsi varmı və ya aktyor bəlkə də həmin o duyğunun içərisindədir, amma sözləri elə formada deyir ki, o duyğudan çıxır, tamaşaçı o hissi ala bilmir, ötürə bilmir tamaşaçıya o hissi, duyğunu. 5%-də əlbəttə ki, aktyorun danışıq məsələsidir, tələffüz qaydasıdır. Mən bunların kompleksdən keçən dəfə danışdım, indi bu duyğuya girmə məsələsindən danışacağım. Obrazı, bədənini otuzdurub belə canlandırma işindən danışacağım. Gələn dəstə isə artıq danışıq tərzindən hamısını bir-bir izah edəcəm mən sizə. Bəli, əziz dostlar, ilk öncə mən belə deyim, duyğuya girmə işinin texnikalarını sizə öyrətmədən qabaq ilk öncə bu problemdən danışmaq istəyirəm. Əziz dostlar, Azərbaycan incəsənətində, Azərbaycan aktyor sənətində mən məsələn görürəm, indi bəzi indiyə kimi yəni mən keçmişdə baxmışam Azərbaycan filmlərinə, amma hal-hazırda heç bir Azərbaycan filmi, serialı izləmirəm. Hətta yeni çıxan filmlər də olur, seriallar da olur, onları da izləmirəm. Çünki ümid eləmirəm ki, orada gözəl bir oyun olar, gözəl bir, mənalı bir oyun olar, yəni çəkiliş olar və mən oradan tüklərin sözü olmasın, keyif alam. Əlbəttə ki, bunun bir çox səbəbi var. Nəyə görə belə olur? Çünki mən son illərdə ölkəmizdə fikir vermişəm, sanki orada çıxış eləyən şəxs özünü oynayır. Yəni ona verilən obrazı canlandırmır. Mən keçən dəfə də bundan danışdım. Bizdə belə bir xüsusiyyət var. Sanki kamera qarşısına keçən şəxs o şəxs həyatındakı özünü canlandırır və tamaşaçının onun öz şəxsi həyatını, şəxsi həyat keyfiyyətini görüb ona yəni baxmağını istəyir. Yəni istəyir ki, tamaşaçı məsəl üçün desin ki, məsələn mənim adım Ağlarov Mahmuddur
tamaşaçı məsələn mən oynayıram bir rolu, amma orada əslində özümü göstərirəm, Mahmudu oynayıram. Halbuki məsələn obrazda mənim adım Caviddir, amma mən Mahmudu yəni oynamağa davam edirəm öz həyatımda oynadığım kimi. Və bundan sonra da istəyirəm ki, tamaşaçı elə bir Mahmudu tanısın, Cavidi yox. Amma əslində mən Cavidi oynamalıyam, özümü yox. Özümü onsuz da gerçək həyatımda yaşayıram. Və bu bir çox aktyorda çoxsunda əlbəttə ki, içlərindən gerçəkdən yaxşı rol oynaya bilən, gerçəkdən aktyor kimi aktyor deyilənlər də var içlərində, hamısını aid eləmirəm. Amma çoxsu və təzə nəsil hal-hazırda təəssüf ki, belədir, özünü oynayır. Yəni sırf ya sadəcə ya özünü məşhurlaşdırmaq üçün, ya da sırf ona görə yox, sadəcə bu adam yəni kompleks məsələsi də var. Buna görə də öz qabından, fikrindən çıxa bilmir. Məsəl üçün mən bir dənə serial var idi. O serial bir dəfə qabağıma çıxmışdı. Dediyim kimi Azərbaycanda bir serial izləmirəm mən. Heç vaxt izləməmişəm Azərbaycan seriallarından. Sadəcə bir serial bir dəfə kanalları gəzdirəndə qabağıma çıxdı. Nəsə onun elə bir jeneriyi gedirdi. Yəni aktyor adları göstərilən yerlər. O jenerikdə görürəm ki, aktyorların adı göstərilir. Orada çıxış edən şəxslərin adı göstərilir və orada onların Instagram hesabı var. Yəni mən birinci dəfədir görürəm ki, məsələn bir filmin, serialın jeneriyində orada oynayan şəxslərin öz ad soyadlarından başqa, eyni zamanda onların Instagram hesabı göstərilir. Nəticədə çünki bu da mənim dediyimə bir misaldır. Yəni sanki burada mənim elə dediyimə qayıdırdı məsələ. Yəni sanki biz istəyirik ki, biz aktyorun oyununu bəyənsək də, bəyənməsək də, sanki gedək mütləq girək Instagrama, onu izləyək, təqib edək. Yəni buradakı düşüncə budur sanki. Yəni çünki məsəl üçün mən əgər o filmə, seriala baxıramsa və bunu bəyənirəmsə, həmin aktyorun oyunu, mən məsəl üçün eləməyə də bilərəm düzdür, amma mən məsəl üçün yenə də girib onun haqqında özüm onsuz da birbaşa orada Instagram hesabını da görmədən ad soyadını gördüm, oxudum. Girib Instagramda axtarış edib onu tapa bilərəm, istəsəm onu izləyə bilərəm və ya bəyənə bilərəm şəkillərini. Onun haqqında yəni Google-a girib axtarış edə bilərəm. Amma burada sanki gözə soxarmış kimi Instagram hesabını qoyurlar ki, yəni əsas məsələ odur ki, girəsiniz, baxasınız və orada iştirak edən şəxsləri izləyəsiniz. Bu da buna mənim dediyimə bir misaldır, sübutdur. Və əziz dostlar, dediyim kimi, aktyor bu film, Azərbaycan film və seriallarında çıxış edənlər, hətta tamaşalarda da görmüşəm bunu və tamaşalarda çıxış edənlər niyə görürsən ki, özlərini canlandırırlar? Çünki onlar dediyim kimi öz beyinlərini, öz düşüncə tərzlərini, gerçək həyatdakı düşüncə tərzlərini, ağıllarını hələ də oynayarkən də üzərlərində daşıyırlar. Onu qırağa qoyub, öz düşüncə tərzlərini qırağa qoyub, obrazın, düşüncə tərzini beyinlərinə otuzdurub yeridə bilmirlər. Və eyni zamanda bir çoxu da dediyim bu işi bacara bilməyənlər də hamısı eyni zamanda aktyor sənətinin əslində nə olduğunu bilmirlər. Buraya ya məşhurlaşmaq üçün gəlirlər, ya başqa ya pula görə gəlirlər, yüksək məbləğli iş kimi görürlər ki, qazana bilərik, indi olmasa belə gələcəkdə. Ya buna görə gəlirlər, ya başqa bir səbəbə görə gəlirlər. Amma yəni əsas məqsədləri bu aktyor sənətinin nə olduğunu öyrənmək və bu sənəti gerçəkdən öyrənib onu gerçəkdən ifa eləmək deyil. Çoxsu da məsələn məşhur olmağa görə gəlir. Əlbəttə ki, bu çox yanlış, səhv bir fikirdir. Mən özüm onu hələ uşaq olub bu sahəyə gəlmək istəyən birindən eşitmişəm ki, deyir ki, mən bu sahəyə gedəcəm məşhur olmaq üçün. Əlbəttə ki, bu ilk başlanğıcdan əlbəttə ki, bu səhv fikirdir. Daha o hələ sənətə heç gəlməyib, artıq əvvəldən yanlış fikirdədir, deyir ki, mən məşhur olmaq üçün gəlirəm. Əlbəttə ki, bunlar doğru fikirlər deyil, əziz dostlar. Deməli, mənim dəyərli dostlarım, birinci hissəni bitirirəm, ikinci hissədə yenidən görüşəcək, ikinci hissədə artıq mən bu problemin aradan qaldırılması yollarına keçəcəm, sizə izah eləyəcəm. İkinci hissədə görüşmək ümidi ilə.